Bismillahirrahmanirrahim. Kitabın adı Məhrəm və Naməhrəmlik məsələləri. Müəllif Ayətullah Müctəhidi Tehrani. Həmd olsun müəyyən məsləhətlərə görə bəzi qadınları bəzi kişilərə məhrəm və onlarla izdivacı haram, bəzi qadınları bəzi kişilərə naməhrəm və onlarla izdivacı halal buyuran Allaha. Bir müddət idi ki, məhrəm və naməhrəm mövzusunda müxtəsər bir risalə yazmaq istəyirdim. Şükürlər olsun Allaha ki, bu mövzuda 30-adək məsələdən ibarət risalə yazmaq tövfiqini nəsib etdi. Məhrəm və naməhrəm mövzusunda məsələləri bəyan etməzdən öncə bu mövzuda bir neçə hədisi xatırlayaq. Birinci hədis, Həzrəti Peyğəmbər sələvatullah buyurmuşdur: Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarından biridir. Kim naməhrəmə baxmasa, Allah ona ilahi qorxu səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar. İkinci hədis, Həzrəti Peyğəmbər sələvatullah buyurmuşdur: Kim gözünü haramla doldursa, Allah qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır. Üçüncü hədis, Həzrəti Peyğəmbər sələvatullah buyurmuşdur: Hər kəs naməhrəm qadınla əl görüşsə, Allahın qəzəbinə üz tutmuşdur. Hər kəs naməhrəm qadınla rabitəyə qatılsa, od sırasında şeytana yaxınlaşar və hər ikisi oda atılar. Dördüncü hədis, Həzrəti Peyğəmbər sələvatullah buyurmuşdur: Qiyamət günü yalnız 3 göz ağlamaz. Allah qorxusundan ağlayan göz, Allahın haram buyurduqlarına yumulan göz, gecəni sübhə tək Allah yolunda oyaq qalan göz. Beşinci hədis, İmam Sadiq əleyhissalam buyurmuşdur: Naməhrəm qadını görüb gözünü səmaya qaldıran və ya yuman kəs gözünü dolandırana dək izzət və cəlal sahibi olan Allah ona hurul eynlə izdivac buyurar. Altıncı hədis, İmam Kazim əleyhissalam cəddi Həzrəti Əli əleyhissalamdan belə nəql edir. Kör bir şəxs Həzrəti Fatimə səlamullah əleyhadan otağa daxil olmaq üçün icazə istədi. Xanım Zəhra əleyhasəlam pərdə arxasına keçdi. Həzrəti Peyğəmbər sələvatullah soruşdu ki, kör bir şəxsə görə pərdə arxasına nə üçün keçirsən? Xanım ərz etdi ki, o da məni görməsə, mən onu görürəm və o mənim qoxumu duyur. Həzrəti Peyğəmbər sələvatullah buyurdu: Şəhadət verirəm ki, sən mənim tənparəmsən. Yeddinci hədis, Həzrəti Əli əleyhissalam Həzrəti Peyğəmbərə belə ərz etdi: Ya Rəsulallah, anamın otağına daxil olarkən icazə istəyimmi? Həzrət buyurdu ki, bəli. Həzrəti Əli əleyhissalam bunun səbəbini soruşdu. Həzrəti Peyğəmbər sələvatullah buyurdu: Ananı libassız görmək xoşdurmu? Həzrəti Əli əleyhissalam ərz etdi: Xeyr. Peyğəmbər sələvatullah buyurdu: Elə isə icazə al. 8-ci hədis, Həzrəti Peyğəmbər sələvatullah buyurmuşdur: Əri varkən gözünü başqa kişilərə baxmaqla dolduran qadına Allahın qəzəbi böyükdür. 9-cu hədis, İmam Sadiq əleyhissalam buyurmuşdur: Naməhrəmə baxmaq şeytanın zəhərli oxlarından olan bir oxdur. Qiyamətdə həsrət və qəm-qüssə ilə uzanan nə çox baxış var. 10-cu hədis, Həzrəti Əli əleyhissalam qadınlara salam verirdi. Amma gənc qadınlarla salamlaşmaqdan çəkinirdi. Buyurardı ki, gənc qadınların səsinin məni həyəcanlandıracağından və günaha düşəcəyimdən qorxuram. Bunun zərəri salam verməyin mükafatından böyükdür. Məhrəmlik yolları. Qadınlar 3 yolla kişilərə məhrəm olur: nəsil yolu, süd vermə yolu, izdivac yolu.
Nəsil yolu ilə insana məhrəm olanlar, ata və ana, baba və nənə kimi onlardan yuxarı, övlad, nəvə və nəticə kimi onlardan aşağı, bacı və qardaş, bacının və qardaşın övladı kimi onlardan aşağı, əmi və bibi, ata-ananın əmisi və bibisi kimi onlardan yuxarı, dayı və xala, ata-ananın dayısı və xalası kimi onlardan yuxarı. Nəsil yolu ilə məhrəm olmayanlar süd yolu ilə məhrəm ola bilər. Məsələn, süd yolu ilə ata, ana, övlad, bacı, qardaş, əmi, bibi, dayı, xala, yoldaşın süd anası, süd yolu ilə atanın arvadı, süd yolu ilə oğlun arvadı. İzdivac yolu ilə insana məhrəm olanlar, zövcənin anası və yuxarı getdikcə analar, məsələn, qaynananın anası, zövcənin qızı və aşağı getdikcə hər biri, məsələn, zövcənin qızının qızı, atanın zövcəsi, yəni analıq və yuxarı getdikcə hər biri, məsələn, babaların arvadları, oğulun zövcəsi, yəni gəlin və aşağı getdikcə hər biri, məsələn, nəvə və nəticənin zövcəsi. Bəziləri isə insana məhrəm olsalar da, onlarla izdivac etmək haramdır. Məsələn, insanın Allah eləməmiş zina etdiyi qadının qızı, insanın Allah eləməmiş livat, həmcinsbazlıq etdiyi kişinin bacısı, insanın Allah eləməmiş livat, həmcinsbazlıq etdiyi kişinin bacısı, anası və qızı. Bu mövzu 30-cu məsələdə ətraflı şəkildə açıqlanacaq. Əlbəttə ki, məhrəmlik və naməhrəmlik mövzusunda bəzi nöqtələr nəzərdən qaçırıla bilər, bəzilərinin isə təkrarlanması mümkündür. Birinci məsələ, ata və ana xətti nə qədər yuxarı qalxsa da, məsələn, baba və nənə insana məhrəmdir. İkinci məsələ, övlad və bu xəttin aşağıya davamı, məsələn, nəvə və nəticə insana məhrəmdir. Üçüncü məsələ, bacı və qardaş bir-birinə məhrəmdir. Eləcə də qardaşın övladı bacıya, bacının övladı qardaşa məhrəmdir. İzahat, bir-birinə məhrəm olan bacı və qardaşlar üç qismdir. Ata-anaları eyni olan ata-anadan bir bacı və qardaş birinci qismə aiddir. İkinci qismi ataları bir olan atadan bir bacı və qardaşlar təşkil edir. Yalnız anaları bir olan anadan bir bacı və qardaşlar üçüncü qismə aiddir. Amma bir kişi ilə bir qadın evləndikdə, kişinin əvvəlki arvadından olan oğul və qızları qadının əvvəlki ərindən olan oğul və qızlarına məhrəm olmur. Çünki onların nə ataları, nə də anaları eynidir. Amma qadının ərindən övladı olarsa, bu övlad kişinin əvvəlki zövcədən olan övladına məhrəmdir. Çünki onların ataları eynidir. Dördüncü məsələ, bibi və əmi insana məhrəmdir. İnsanın ata və anasının bibi və əmisi də ona məhrəm sayılır. İzahat, insana məhrəm olan bibi və əmi üç qismdir. Birinci qismi, ata-anası insanın atasının ata-anası ilə eyni olan ata-anadan bir əmi və bibilər təşkil edir. Yalnız atası insanın atası ilə eyni olan atadan bir əmi və bibilər ikinci qismə aiddir. Yalnız anası insanın atasının anası ilə eyni olan anadan bir bibi və əmilər üçüncü qismdən sayılır. Amma anadan bir qardaş və bacının əmi və bibisi insana məhrəm deyil. Çünki onların əmi və bibisi insana əmi və bibi sayılmır. İzahat, 2 dəfə ərə getmiş və hər bir ərindən övladları olan qadının birinci ərindən olan övladının əmi və bibisi ikinci ərindən olan övladının əmi və bibisi ilə eyni deyil. Demək, birinci ərdən olan övladın əmi və bibisi ikinci ərdən olan övlada, ikinci ərdən olan övladın əmi və bibisi birinci ərdən olan övlada məhrəm deyil. Beşinci məsələ, dayı və xala insana məhrəmdir. İnsanın ata və anasının dayı və xalası da ona məhrəmdir.
İzahat: İnsana məhrəm olan dayı və xala üç qismdir. Ata-anası insanın anasının ata-anası ilə eyni olan ata-anadan bir dayı və xala, atası insanın anasının atası ilə eyni olan atadan bir dayı və xala, anası insanın anasının anası ilə eyni olan anadan bir dayı və xala. Amma atadan bir qardaş və bacının dayı və xalası insana məhrəm deyil. Çünki onların dayı və xalası insana dayı və xala sayılmır. İzahat: İki arvad almış və hər birindən övladı olan kişinin birinci arvaddan olan övladının dayı və xalası ikinci arvaddan olan övladının dayı və xalası ilə eyni sayılmır. Belə ki, birinci arvaddan olan övladın dayı və xalası ikinci arvaddan olana, ikinci arvaddan olan övladın dayı və xalası birinci arvaddan olan övlada məhrəm deyil. 6-cı məsələ: ata-ana, övlad, bacı-qardaş, əmi və bibi, dayı və xala haqqında deyilən məsələlər həm nəsil, həm də süd yolu ilə məhrəmliyə aiddir. Yəni ana, bacı, bibi və xala nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də ona məhrəm ola bilər. Ata, oğul, qardaş, əmi və dayı nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də məhrəm sayılır. İzahat: Süd yolu ilə məhrəmliyin təmini üçün risalələrdə yazılmış şərtlər təmin olunmalıdır. Məhrəm olmağa səbəb olan süd vermənin 9 şərti var. 1. Uşaq diri qadının döşündən süd əmsin. Deməli, ölmüş qadının döşündən süd əmsə faydası yoxdur. 2. O qadının südü haramdan olmasın. Deməli, zinadan dünyaya gələn uşağın südünü başqa uşağa versələr, uşaq o süd vasitəsilə heç kəsə məhrəm olmur. 3. Süd doğumdan olsun. Deməli, uşaq doğulmamışdan qadının döşündən süd gəlsə və bir uşaq o südü əmsə, məhrəmliyə səbəb olmur. 4. Uşaq südü qadının döşündən əmsin. Deməli, südü uşağın boğazına töksələr, məhrəmliyə səbəb olmur. 5. Süd xalis olub başqa şeylərə qarışmasın. 6. Süd bir ərdən olsun. Deməli, süd verən qadına təlaq versələr, sonradan başqa ərə gedib ondan hamilə olsa, doğuş vaxtına qədər döşündə birinci ərindən süd qalsa və ya misal üçün 8 dəfə doğuşdan qabaq birinci ərinə məxsus olan süddən və doğandan sonra isə 7 dəfə ikinci ərinə məxsus olan süddən uşağa versələr, o uşaq heç kəsə məhrəm olmur. 7. Uşaq xəstəlik səbəbi ilə əmdiyi südü qaytarmasın. Əgər qaytarsa, ehtiyat vacibə görə gərək süd əmmək vasitəsilə o uşağa məhrəm olacaq kəslər onunla evlənməsinlər və məhrəm baxışlarla baxmasınlar. 8. 15 dəfə yaxud 24 saat ərzində sonraki məsələdə deyiləcəyi kimi doyunca süd əmsin, yaxud onu o qədər əmizdirsinlər ki, o südlə sümüyü möhkəmlənmişdir, bədənində ət əmələ gəlmişdir desinlər. Hətta əgər 10 dəfə də ona süd versələr və onların arasında heç fasilə düşməsə, ehtiyat vacib budur ki, ona süd vasitəsilə məhrəm olan kəslər onunla evlənməsinlər. Ona məhrəm baxışlarla baxmasınlar. 9. Uşağın 2 yaşı tamam olmamış olsun. Deməli, 2 yaşı tamam olandan sonra ona süd versələr, heç kəsə məhrəm olmur. Hətta əgər misal üçün 2 il tamam olmamışdan qabaq 8 dəfə, tamam olandan sonra isə 7 dəfə süd əmsə, heç kəsə məhrəm olmur. Amma əgər süd verən qadının doğuşundan 2 ildən artıq keçmiş olsa və onun südü hələ də qalmış olsa, bir uşağa süd versə, ehtiyat vacib budur ki, onunla evlənməyi, məhrəmiyyət rəftarını tərk etsinlər. 7-ci məsələ: əminin, bibinin, dayının, xalanın qızı insana məhrəm deyil. Eyni qaydada əminin, bibinin, dayının, xalanın oğlu insana məhrəm olmur. 8-ci məsələ: əminin zövcəsi həm də xaladırsa, insana məhrəmdir. Dayının zövcəsi həm də bibidirsə, insana məhrəmdir.
Əks təqdirdə nə əminin və dayının zövcəsi, nə də bibinin və xalanın əri insana məhrəm olmur. 9-cu məsələ, əminin və ya dayının zövcəsi insanın qaynanası olarsa məhrəmdir. Yəni insan öz əmisi və ya dayısı qızı ilə evlənərsə, əmisinin və ya dayısının zövcəsi ona məhrəm olar. 10-cu məsələ, insanın atasının zövcəsi, atasının atasının zövcəsi, anasının atasının zövcəsi insana məhrəmdir və ömrün sonunadək onlarla izdivac haramdır. Amma insanın zövcəsinin atasının zövcəsi insana məhrəm sayılmır və qaynana hökmündə deyil. 12-ci məsələ, öncəki məsələdən əks halın da hökmü məlum olur. Yəni, qadının ərinin atasının atası insana məhrəmdir. Eyni qaydada ərin anasının atası insana məhrəm olur. 13-cü məsələ, insanın yeznəsi, oğulun yeznəsi, qızın yeznəsi insana məhrəmdir. Yəni, qızının əri, oğulun qızının əri, qızın qızının əri insana məhrəm sayılır. Amma ərin yeznəsi, yəni ərin qızının əri insana məhrəm deyil. 14-cü məsələ, insanın qaynanası insana məhrəmdir. Burada həm nəsil, həm də süd yolu ilə ana nəzərdə tutulur. Zövcənin anasının anası və yuxarı getdikcə hər bir ana bu hökmdədir. 15-ci məsələ, ərin övladı, ərin oğul və qız nəvələri insana məhrəmdir. 16-cı məsələ, zövcənin övladı, onun oğul və qız nəvələri insana məhrəmdir. Bu övlad həm əvvəlki, həm də ki, sonraki ərdən ola bilər. Amma arada yaxınlıq baş verməmişsə, övlad məhrəm sayılmır. 17-ci məsələ, insanın zövcəsinin bacısı insana məhrəm deyil, amma onunla izdivac da etmək olmaz. Yalnız zövcə dünyasını dəyişdikdən və ya ona təlaq verildikdən sonra iddə müddəti başa çatarsa, öncəki zövcəsinin bacısı ilə evlənə bilər. 18-ci məsələ, insanın zövcəsinin qardaşı övladları, bacısı övladları insana məhrəm deyil. Amma zövcədən, yəni onların bibisi və ya xalasından icazəsiz onlarla evlənmək olmaz. 19-cu məsələ, insanın zövcəsinin atasının anası insana məhrəmdir. Çünki insan həmin qadının yeznəsi sayılır. Oğulun, qızın, insanın özünün yeznəsi insana məhrəmdir. 20-ci məsələ, insana öz gəlini məhrəm olduğu kimi, onun oğlunun, qızının, oğul və qızdan olan nəvələrinin gəlini də məhrəmdir. İnsanın zövcəsinin gəlini insana məhrəm deyil. Yəni, zövcənin əvvəlki ərindən oğulu və gəlini varsa, oğulun zövcəsi ananın ərinə məhrəm deyil. 21-ci məsələ, kişiyə məhrəm olan qadınlardan biri də zövcənin qızıdır. İstər əvvəlki, istərsə də sonraki ərdən olan qız məhrəmdir. Əgər zövcə boşanıb, yenidən ərə getsə və qızı olsa, həmin qız əvvəlki ərə məhrəmdir. Eləcə də insanın zövcəsinin oğlunun qızı insana məhrəm sayılır. Əlbəttə ki, yalnız zövcə ilə yaxınlıqdan sonra bu qız məhrəm olur. 22-ci məsələ, insanın zövcəsinin qohumları, yəni onun anası, anasının anası, atasının atası və ərinin qızı istisna olmaqla insana məhrəm deyil. Beləcə, zövcənin bacısı, bibisi, xalası, qardaşının zövcəsi, qardaşının övladları, bacısının övladları, əmisinin övladları, bibisinin övladları insana məhrəm deyil. Zövcənin atasının zövcəsi insana məhrəm sayılmır. Yəni, zövcənin atasının zövcəsi qaynana hökmündə deyil. Atanın zövcəsi deyə bilməz ki, bu şəxs mənim yeznəmdir. Çünki həmin şəxs onun yox, onun ərinin yeznəsidir. Digər bir məsələ budur ki, insanın atasının zövcəsinin anası insana məhrəm deyil. Yəni, atanın yeni zövcəsinin anası məhrəm sayılmır, atanın zövcəsi isə məhrəmdir.
23-cü məsələ, əgər qadın bir oğlan və ya qıza risalələrdə qeyd olunmuş şərtlər ödənməklə süd verərsə, onların süd anası olar. Həmin qadının əri körpələrə süd atası, övladları süd bacı qardaşı, bacı və qardaşı süd xalası və dayısı, ərinin bacı və qardaşı süd bibisi və əmisi sayılır. Onların hər biri qadının süd verdiyi oğlan və qıza məhrəmdir. Bir sözlə, nəsil yolu ilə məhrəm olanlar süd yolu ilə də məhrəm olur. Məsələn, süd atası, nəsil atası, süd anası, nəsil anası, süd bacı qardaşı, nəsil bacı qardaşı kimidir. Süd yolu ilə məhrəmlik yaransa da, bu əlaqə insanın irs sahibi olması üçün kifayət etmir. Məsələn, süd övladı, süd atası və süd anasından irs almır. 24-cü məsələ, bəzən süd vermək ər və arvadı bir-birinə əbədi haram edir. Bu halda boşanmaqdan başqa yol qalmır. Məsələn, bir şəxs südəmər körpəni atasının icazəsi ilə özünə əqd etsə və onun əqdində olan başqa bir qadın bu uşağa süd versə, hər iki zövcə ərə əbədi haram olar. Çünki böyük zövcə süd zövcəsinin anası olur, kiçik zövcə böyük zövcənin süd qızı. Əgər qadın yeznəsinin südəmər körpəsinə və ya ərinin yeznəsinin südəmər körpəsinə şərtlər ödənməklə süd verərsə, qızı yeznəsinə və ya ərinin yeznəsinə əbədi haram olur. Rəvayətdə bildirilir ki, südəmər körpənin atası süd verən qadının övladı ilə evlənməməlidir. O süd verən qadının süd sahibi olan kişinin övladı ilə də evlənə bilməz. Qeyd olunan məsələdə yeznənin arvadı ya süd sahibinin övladıdır, ya süd verən qadının övladı. O, hər ikisinin də övladı ola bilər. Bu halda onların izdivacı batildir. 26-cı məsələ, əgər kişi başqasına məxsus olan qızın ona məhrəm olmasını istəyərsə, qardaşı arvadının və ya bacısının həmin qıza süd verməsi kifayətdir. Bu halda kişi həmin qızın ya süd əmisi ya da süd dayısı olur. Əgər bir qadın başqasına məxsus oğlanın ona məhrəm olmasını istəyərsə, qardaşı arvadının və ya bacısının həmin oğlana süd verməsi kifayət edər. Bu halda qadın həmin oğlanın süd bibisi və ya süd xalası olur. 27-ci məsələ, əgər bir şəxs Allah eləməmiş bir qadınla zina edərsə, həmin qadının anası və ya qızı ilə evlənə bilməz. Həmin qadın ərdə olmazsa, onunla izdivacın eybi yoxdur. İnsan bir qadınla evləndikdən sonra həmin qadının anası və ya qızı ilə zina edərsə, həmin qadın ona haram olar. 28-ci məsələ, əgər bir şəxs Allah eləməmiş ərli qadınla zina edərsə, həmin qadın ona əbədi haram olar. Yəni, həmin qadının əri ölsə və ya onu boşasa belə, zina edən şəxs onunla evlənə bilməz. 29-cu məsələ, əgər bir şəxs Allah eləməmiş bir oğlanla həmcinsbazlıq edərsə, onun anası, bacısı və ya qızı ilə evlənə bilməz. Yəni, həmin qadınlar ona əbədi haramdır. Əgər bir qadınla izdivacdan sonra onun oğlu, qardaşı və ya atası ilə livat edərsə, həmin qadın ona əbədi haram olar. 30-cu məsələ, iddədə olan qadınla izdivac bir neçə şəkildə baş verə bilər. 1. Hər iki tərəf qadının iddədə olduğunu və iddəli qadınla evlənməyə icazə verilmədiyini bilir. 2. Tərəflərdən biri məsələdən xəbərdardır. Bu iki halda izdivac baş verərsə batildir və qadınla kişi bir-birinə əbədi haramdır. 3. Qadının iddədə olmasından və iddəli qadınla izdivaca yol verilməməsindən hər iki tərəf xəbərsizdir. Yalnız yaxınlıqdan sonra məlum olur ki, qadın iddədədir və iddəli qadınla izdivaca icazə verilmir. Bu halda da izdivac batildir və hər iki tərəf bir-birinə əbədi haramdır. 4. Hər iki tərəf məsələdən xəbərsizdir və yaxınlıqdan öncə məsələdən xəbər tutulur. Bu halda onlar bir-birlərinə əbədi haram olmurlar.
Amma oxunmuş əqd batildir və tərəflər iddə tamam olanadək səbr etməlidir. İddə başa çatdıqdan sonra tərəflər evlənə bilər. Dördüncü halda həm qadının iddədə olmasından, həm də iddəli qadınla izdivaca yol verilməməsindən xəbərsiz olmaq zəruri deyil. Əgər bu iki haldan birindən xəbərsizdirlərsə, məsələn, yalnız qadının iddəli olması bilinir ya da iddəli qadınla evlənmənin mümkünsüzlüyü məlum olur.